bilməz və yalnız müstəsna hallar istisna olmaqla ödənilmiş aliment geridə tələb oluna bilməz. Bunlar nə zaman aliment geri tələb oluna bilər? Əgər alimentin ödənilməsi barədə saziş, aliment ödəyən tərəfi aldatma ilə, hədə-qorxu gəlməklə və ya da zor tətbiq etməklə bağlanıbsa, etibarsız sayılırsa, eyni zamanda aliment alan tərəfin yalan məlumatlar verməsi və yaxud da saxta sənədləri təqdim etməklə əlaqədar alimentin tutulması ilə bağlı qətnamə çıxarsa və həmin o qətnamə ləğv olunursa, eyni zamanda məhkəmənin qətnaməsini, alimentin ödəməsi barədə saziş və icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə tərəfindən müəyyən olunursa, onda aliment geri tələb oluna bilər. Və bu hallar əgər yetkinlik yaşına çatan uşaqların fəaliyyət qabiliyyəti olmayan nümayəndələr tərəfindən həyata keçirilirsə, onda həmin o tələbi nümayəndələrə qarşı irəli sürülə bilər. Yəni uşaqdan aliment geri tələb